Hər vaxt xeyir olsun izləyicilərimiz. Bugün Masazlıda ikinci aracın yaxınlığında, ikinci aracı daha doğrusu çatmamış sola dönəndə əsas prospektdən 100 metr məsafədə 5 mərtəbəli mənzilimiz satışa çıxıb. 5 mərtəbəli mənzilin ikinci mərtəbəsi satışa çıxıb. Onu sizə çəkib təqdim edirəm. Gördüyünüz kimi bu binamızın belə bir geniş dəhlizi. Vurğuluyum ki, qubçalı binadır, qubçamız var. Yəni mənzilimiz qubçalıdır. 71 kvadratlı 3 otaqdan ibarətdir. Yəni içərisində sizə çəkib təqdim edirəm. Bu gördüyünüz daxil oluq evimizin giriş dəhliz hissəsinə. Gördüyünüz kimi belə döşənməsi tam et mərmərdir. İstif oldu. Gördüyünüz kimi belə bir dəhlizi var. Dəhliz vasitəsindən də otaqlara bölünür. Bu evimizin sanitar qoşağıdır. Gördüyünüz kimi geniş asma tavanla. Evimiz 71 kvadratdır. Kvadratı 1250 manatdan deyilir. Padmayak qiymətinə. Padmayak qiymətinə deyilir. Yəsi pul lazım olduğu üçün satır. Ona görə sizə çəkib təqdim edirəm. Bax bu. Belə bir otağımız. Gördüyünüz kimi. Otaqdan da eyvana çıxışımız. 2 dənə eyvansı var. Balkonu var 2 dənə. Bax gördüyünüz kimi istipolun xəttləri, kombi xətti və əsas yol. İkinci aracın yanında yerləşir. Bu isə belə bir qonaq otağımız, qonaq otağıyla mətbəximiz bir yerdədir. Bunu studiya gördüyünüz kimi. Bu isə digər belə bir geniş yataq otağımız. Bu yataq otağından da eyvana çıxışımız. Məktəbi yanında, 2 nömrəli məktəbi yanında, yəni məktəb yaxınlığında yerləşir. Vurğuluyum bir daha deyim ki, evimiz 1 kvadratı 1250 manatdan deyilir. 71 kvadratlı padmayak qiymətinə satılır. 88.750 manata belə düşür obşi qiyməti. Evimizin paket qubçası var. Tam təmirli, pul lazım olduğu üçün bir daha deyirəm, kvadratı padmayak qiymətinə deyilir 1250 manatdan. Tam təmirli. Sağ olun, var olun. Kanala abunə olmağı unutmayın ki, yeni belə evlər sizə baxa biləsiniz.